Dəniz, qaydamızı danış. Sözləri əlifba sırasıyla düzərkən yalnız ilk hərfi deyil, o birisi hərfləri də nəzərə salırıq. Aha, bunu necə başa düşürsünüz? Bunu öz yazdığınız nümunələrlə izah eləyin mənə. Aha, buyur, yazdığın sözü izah elə. Burada f lafı eyni. Hansı sözü yazmışsan? Fidan Fatimə. Hə. Burada f lafı eynidir, bunları nəzərə salırıq. Aha, nəzər salmırıq, baxmırıq ya. İlə a burada Müxtəlifdir. onlar hər şey Müxtəlifdir, fərqlidir. Hə. Burada birinci Fatiməni yazacaq. Çünki a Əvvəl gəlir. İdən əvvəl gəlir. Yaxşı, buyur qızım sən. Niyə pozdun? Cəldal görün biraz. Öz nümunəni yaz. Nə yazdın? Mehdi. Mehriban olsun biri də tez yaz. Aha, indi izah elə görüm. Mənamı indi ondan nəzərə salmırıq. Nəzərə salmırıq yox, nəzər salmırıq. Nəzər salmırıq. Eynən e də eynidir, nəzər salmırıq. Onlara hına da eynidir, onlar nəzər salmırıq. Aha, indi dınarı. Eynidir. Eynidir. Dınarı fərqlidir deyə əlifbasında birinci Konuştular gitmişsiniz daha. Tamamla. Məhəmməd dınarı eyni deyil deyə əlifbasında birinci dəcəl deməli birinci Mehdidir. Aferin sənə.